İran bütün dünyaya başa saldı ki Amerikadan korkmayın. Müslüman özüne diyen, Allahu Ekber diyen, Allah büyüktür, Amerika kiçikdir, Amerika heçdir. Hamısının maskası yırtılacak. Kimin kimliği üzə çıxar. İndiyə qədər Amerikanı belə təhqir eləyən, alçaldan, sındıran olmamışdır İrandan başqa. Həmişə Amerika alçaldı, həmişə Amerika hücum çəkir. Öldürüb, yandırıb, dağıdıb, sonra da qələbə elan edir. Amma bu dəfə belə olmadı. Amerika özünə süper güc deyirdi. Dünyanın ən hegemon ölkəsi deyirdi. Amma indi həmin süper güc deyən ölkə özü İranın əlində avara qalır. Yalvarır atəşkəs, İran deyir, yox, yox. Bunu mən deyirəm, xeyr. BBC kanalında aparıcı görün nə deyir. İran hələ müharibənin başlayandan 7 gün ərzində yaxın şərqdə Amerikanın və obursu ona borçlanların hamısının bir mənalı hamısını təhqirlədi, hərbi bazarın darmadağın elədi. İran bir bundan başa saldı ki, bilin, yaxın şərqdə təzə rəis var, onunla hesablaşmalısınız. Təkbir! Allahu Ekber!